Değerli izleyiciler, Masterclass servisi salamlayır. Qarşınızdakı kombi Neotermdir. Y8 xəta kodu ilə bağlı problem var idi. Hal-hazırda özünüz də müşahidə etdiyiniz kimi kombi plaka sensoru yuyulur, aparatla yuyulur və ənənəvi olaraq Neotermdə stop problemi. Buradan sannikindən su buraxırdı, motor da zədələnmişdi. Bunları da dəyişildi daha doğrusu. Yenisi əvəz olundu. Stok da 3 yollu motorda. İnşallah yuyulma prosesi də bitəndən sonra isti su sabit şəkildə gələcək. Sizin də Neotermdə hər hansı bir probleminiz varsa, isti su ilə və ya istilik sistemi ilə bizimlə əlaqə saxlaya bilərsiniz. Videonu bəyəndinizsə kanala abunə olun, like düyməsini basmağı unutmayın. Diqqətinizə görə sağ olun.